Salamlar hər kəsə. Bugün sizinlə sinif 7 bölmə 6 kiçik summativ qiymətləndirməyə düşə biləcək suallara bərabər baxaq. 12-ci sualda nə deyilir? 12-ci sualda deyilir, doğru ifadələri müəyyən edin. Təbiətdə baş verən dəyişikliklər hadisə adlanır, doğrudur. Kimyəvi reaksiyalar yalnız istiliyin ayrılması ilə gedir, xeyli istiliyin udulması ilə gedə bilər. Endo-yunanca xarici deməkdir, endo-yunanca daxilə deməkdir. Kimyəvi reaksiyalar söz tənliklərlə ifadə olunur, bəli, doğrudur. Cavab 1, 4, C variantı olacaq. 13-cü sualla baxaq, fiziki hadisələri müəyyən edin. Birinci sualda, birinci hissədə buzun əyriməsi də bu fizikidir. İkinci dəmirin paslanması da kimyəvidir. Yanma kimyəvidir. Buxarlanma fizikidir. Distil olmuş su buxarlanır fizikidir. Digərində isə odun doğranması xırdalanma dərəcəsinə aiddir, fiziki hadisəyə aid edilir. Deməli, fiziki hadisələr hansılardır? 1, 4, 5 fizikidir. 2, 3 isə kimyəvi hadisəyə aid edilir. 14-cü suala baxaq. Nöqtələrin yerinə uyğun gələn sözləri yazın. Hadisələr zamanı bir maddə başqa maddəyə çevrilir. Çevrilmə varsa bu kimyəvidir. Kimyəvi hadisəyə aiddir. Hadisə zamanı maddənin tərkibi dəyişmir. Bu fiziki, bu da fiziki hadisəyə aiddir. 15-ci suala baxaq. Söz tənliyi verilmiş reaksiyalar hansısa eksotermikdir. Eksotermik reaksiya müsbət küy ilə işarə olunur. Eksotermik reaksiyalar birləşmə reaksiyalara aiddir. Bir də birləşmə, bir də yanma reaksiyaları. Hər yanma və birləşmə reaksiyalarında ətraf mühitə istilik ayrılır. Müsbət küy ilə işarə olunur. Ancaq azotun yanma reaksiyası isə, oksigenin yanma reaksiyası isə, bu isə istiliyin udulması ilə baş verir. Endotermik reaksiyadır. Sadəcə azotun yanma reaksiyası istisna olaraq endotermik reaksiyaya aid edilir. Deməli, eksotermik reaksiyalar birləşmə reaksiyaları, bir də yanma reaksiyaları. Baxaq burada. Azot və hidrogenin birləşmə reaksiyasıdır. Ammoniaka belə gəlir. Bu eksotermik reaksiyadır. Parçalanma reaksiyası maqnezium karbonatdır. Maqnezium oksid əmələ gəlir. Karbon qazı əmələ gəlir. Bu endotermikdir. Metan və oksigen də yanır. Karbon qazı və su əmələ gəlir. Müsbət Q-dur. Eksotermik reaksiyaya aiddir. Deməli, eksotermik reaksiya 1 və 3 aiddir. 2 isə parçalanma reaksiyası da endotermik reaksiyadır. Parçalanma reaksiyaları istiliyin udulması ilə baş verir. Kimyəvi reaksiyaları müəyyənləşdirin. 16-cı sual. Sütün turşuması kimyəvidir. Lax yumurtanın ilənməsi kimyəvidir. Alüminium əridilməsi fizikidir. Mesil spirtinin qaynadılması fizikidir. Almanın çürüməsi isə kimyəvidir. 1, 2, 5 burada kimyəvi hadisəyə aiddir. 1, 2 və 5. 17-ci suala baxaq. Hansılar fiziki və hansılar kimyəvi hadisəyə aiddir? 1. Dondurmanın əriməsi fizikidir. Burada reaksiya var. Karbon qazı əmələ gəlibdir. Kimyəvidir. B variantı. Taxıl biçinidir. C fizikidir. C çürümə. D çürümə kimyəvidir. Burada üyüdülməsi isə Y variantı fiziki hadisəyə aiddir. B, D kimyəvi, A, C isə fiziki hadisələrə aiddir. 18-ci suala baxaq. 18-ci sualda nə deyilir? Nöqtələrin yerinə uyğun gələn sözləri yazın. Sütün turşuması görə müəyyən etmək olar. Sütün turşumasını dadına görə müəyyənləşdirmək olar ki, bunu dadına görə, dəmir məmulatın paslandığını onun rənginə görə müəyyənləşdirmək olar. 19-cu suala baxaq. 19-cu sualda nə deyilir bizə? Alüminium çubuq yandıqda alüminium oksid ayrılır və istilik. Oksid alınır və istilik ayrılır. Reaksiyanın söz tənliyinə yazın. Gəlin istəyirsiniz buraya yazaq reaksiyanın söz tənliyini. Maqnezium oksigendə yandıqda maqnezium oksid əmələ gəlir. Yanma reaksiyasıdır və istilik ayrıldığı üçün müsbət küylə yazırıq. Sonra
Bu şəkildə ahəng daşının parçalanması. Ahəng daşı tabaşir, parçalanmasıdır, kalsium karbonatdır. Parçalanan zaman kalsium oksid əmələ gəlir, kalsium oksid əmələ gəlir, bir də karbon qazı əmələ gəlir. Parçalanma reaksiyasında istilik udulur. İstilik udulduğu üçün mənfi 2 ilə qeyd edirik. Mənfi 2 ilə qeyd edirik. Deməli 19-cu sualın söz tənliyi bu şəkildə olasıdır. İstilik udulur, istilik ayrılır. Bunlar önəmli reaksiyalardır. Bunları qeyd edin, çünki ki summativ qiymətləndirmədə bu suallardan düşmə ehtimalı yüksəkdir. 20-ci suala baxaq. 20-ci sualda fiziki və kimyəvi hadisənin olması. Şəkərin suda həll olması, həll olma fizikiyə aiddir. Bura fiziki əlavə edək. Məişət qazının yanması, yanma kimyəviyə aiddir. Maddənin toz halına salınması, xırdalanma dərəcəsidir, fizikiyə aiddir. Fotosintez prosesi kimyəvidir, reaksiyalar kimyəvilərə aiddir. Çay sodasının üzərinə xlor turşusunun əlavə olunması reaksiyadır, kimyəviyə aiddir. Yodun sublimasiyası, sublimə bərkdən qaza çevrilmədir, bərkdən qazdır. Bu da fiziki hadisəyə aiddir. Bunlar qeyd etdik. Bu hissədə olan suallar bu qədər. Yazdırdıqlarımı qeyd edin. İnşallah qiymətləndirmədə yüksək bal toplayarsınız.